Salam, hər vaxtınız xeyir olsun, əziz beşincilər və hörmətli valideynlər. Namazov 5-ci sinif qiymətləndirmə tapşırıqlarında birinci hissədən izahlarımız davam edir. Bugünkü mövzumuz natural ədədin kvadratı və kubu mövzusunda A və B variantındakı test tapşırıqlarının izahını sizinlə paylaşacağam. İzaha keçməzdən əvvəl isə bir məlumatı çatdırmaq istəyirəm ki, bizim 5-ci siniflər üçün onlayn hazırlıq dərslərimiz mövcuddur. Əgər siz də riyaziyyatı sıfırdan tam mənimsəyərək öyrənmək istəyirsinizsə, bizim onlayn hazırlıq dərslərimizə qoşula bilərsiniz. Dərslər haqqında ətraflı məlumat almaq üçün burada qeyd olunmuş 050 823 92 15 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz. Qeyd edim ki, ilk sınaq dərsimiz ödənişsizdir. Siz də bu dərslərə qoşulub dərslərin hansı keyfiyyətdə keçirildiyi ilə tanış olub, daha sonra qərarınızı verərsiniz. Və ilk sınaq dərsi müddətində mən də şagirdin hansı səviyyədə olduğunu müəyyənləşdirib, daha sonra hər bir şagirdin valideyninə ayrı-ayrılıqda məlumat göndərəcəm. İndi isə vaxt itirmədən keçək sualların izahına. Əvvəlcə A variantında olan tapşırıqların izahı ilə başlayaq. Deməli, burada qeyd edək. A variantı. Birinci çalışma ilə başlayaq. Yazıb 4 üstü 3 üzərinə gəlinsin 7 üstü 2 ifadəsinin qiymətini tapın. Uşaqlar 4 üstü 3, 4-ün 3 dəfə öz-özünə hasili deməkdir. Üzərinə gəlinsin 7 üstü 2, yəni 7-nin kvadratı isə 7-nin 2 dəfə öz-özünə hasili deməkdir. 4-ün 3 dəfə öz-özünə hasili 4 vur 4 vur 4, 64. Üzərinə gəlinsin 7-nin 2 dəfə öz-özünə hasili isə 7 vur 7 isə 49-a bərabər olur. 64 və 49-u topladıqda isə 113 olur cavabımız. Birinci tapşırıqda doğru cavab C. İkinci çalışmaya baxaq. 19-dan sonraki ilk 3 ardıcıl tək natural ədədin cəmi 9 ədədinin kvadratından neçə vay kiçikdir? Deməli, uşaqlar, biz həmin 19-dan sonra gələn 3 ardıcıl tək natural ədədi yazaq əvvəlcə. 19-dan sonra gələn ilk 3 ardıcıl tək ədəd. Deməli, olacaq 21, 23 və 25. Deyir ki, bu ədədlərin cəmi, bunları toplayacağım. 21 üzərinə gəlinsin 23, üzərinə gəlinsin 25. Bərabər olur 69-a. Və bizə deyir ki, həmin bu cəm 9-un kvadratından neçə vay kiçikdir? 9-un kvadratı isə 9 üstü 2, yəni 9 vur 9, 81 eləyir. Tapmalıyıq ki, bu 69 81-dən nə qədər kiçikdir? 81-dən 69-u çıxarıq. Olacaq 12. İkinci tapşırıqda doğru cavabımız olur A variantı. Növbəti üçüncü çalışmaya baxaq. Hansı ədəddən 105-i çıxdıqda 7 ədədinin kubu alınır? Deməli, hansı ədəd olmadığına görə ədədimizi götürək A. Deməli, ondan 105-i çıxdıqda bərabər olmalıdır nəyə? 7-nin kubu. Yəni 7-nin kubu 7 üstü 3 uşaqlar. Buradan A çıxılsın 105 bərabər olmalıdır 7-nin kubu. Yəni 7 vur 7 vur 7-yə. A çıxılsın 105 bərabər olur 7 vur 7 vur 7 343-ə bərabər olur. Azalan çıxılan fərq olduğuna görə azalanı tapmaq üçün fərqin üzərinə, yəni 343-ün üzərinə bir çıxılanı əlavə eləməliyik 105-i. Buradan da A bərabər olur 448-ə. Deməli, doğru cavab 448 B variantı olacaq. Dördüncü çalışmaya baxaq. Aşağıdakı müqayisələrdən hansı doğrudur deyir. Gəlin hər bir variantı əvvəlcə qeyd eləyək 4-cü çalışmada. A variantında yazıb 3-ün kvadratı, yəni 3 vur 3 kiçikdir 2-nin kubundan, yəni 2 vur 2 vur 2-dən. İndi burada 3-ün kvadratı 9 eləyir, 2-nin kubu isə 2 vur 2 isə 8 eləyir. Deməli, bu yanlışdır. Bizdən doğru olanı istəyir. Doğru olanı istədiyinə görə A variantını buradan çıxarıq. A variantı çıxarıq. Daha sonra B variantına baxsaq, B variantında 4 üstü 3, yəni 4 vur 4 vur 4 kiçikdir 8-in kvadratı, yəni 8 vur 8-dən. Burada isə 64 64-dən kiçik deyil təbii ki, ona görə B variantı da yanlışdır. C variantına baxsaq 3-ün kubu, yəni 3 vur 3 vur 3 kiçikdir 4-ün kvadratından, yəni 4 vur 4-dən. 3-ün kubu 27, 4 vur 4 isə 16 edir, bu da yanlışdır. D variantına baxsaq 4-ün kubu, yəni 4 vur 4 vur 4 kiçikdir 9-un kvadratından 9 vur 9-dan. 64 həqiqətində 81-dən kiçik olduğuna görə 4-cü çalışmada doğru cavabımız D variantı olacaq. Növbəti 5-ci çalışmaya baxaq.
Yazıb 8 üstü 2 çıxılsın 3 üstü 3, üzərinə gəlinsin 6 üstü 2 ifadəsinin qiymətini tapın. 8 üstü 2 uşaqlar 8 vur 8 çıxılsın. 3-ün kubu isə 3 vur 3 vur 3. Üzərinə gəlinsin 6-nın kvadratı da 6 vur 6. Əvvəlcə 8-in 8-i hasili 64 çıxılsın. 3-ün 3 dəfə öz-özünə hasili 27. Üzərinə gəlinsin 6-nın 6-ya hasili 36. Bu da olur cavab 73. Doğru cavab olur 73. Hansı variant? A variantı. Növbəti 6-cı çalışmaya baxaq. 36 ardıcıl cüt natural ədədin ən kiçiyi 100 olarsa, ən böyüyü 7 ədədinin kubundan nə qədər kiçikdir? Deməli uşaqlar 36 dənə ardıcıl cüt natural ədəd var. Ən kiçiyi, yəni birincisi 100-dür. Düzdürmü? 36-cısı neçə olar uşaqlar? 36-cısı, yəni ən böyüyü. Bilirik ki, cüt ədədlər 2-2 artır, düzdür? 2 dənə ardıcıl cüt ədəd olsaydı, 2 dənə ardıcıl cüt ədəd olsaydı, yəni böyüyü 102 olardı. 3 dənə olsaydı 104 olardı. İndi burada 36-dan 1-ə kimi 35 dənə var. 35-i 2-yə vuraram. Yəni 2-2 artdığına görə 100-ün üzərinə, yəni 35 vur 2-ni əlavə edəcəm 36-cı ədədi tapmaq üçün. O da olur 170. Və bizə deyir ki, bu 170 7-nin kubundan nə qədər kiçikdir? 7-nin kubundan, yəni çıxmalıyıq 7 vur 7 vur 7-dən çıxmalıyıq 170-i. Biz 343-dən çıxarıq 170-i, 343-dən çıxarıq 170-i. Olur neçə? 173. Doğru cavab 6-cı çalışmada C variantı olacaq. Davam eləyək növbəti 7-ci çalışma ilə. Deməli 7-ci çalışmada yazıb ki, 50 və 130 ədədləri arasında tam kvadratların cəmini tapın. Yəni tam kvadrat o deməkdir ki, uşaqlar 50 və 130 arasında biz tam kvadrat ədədləri yazmalıyıq. Tam kvadrat nə deməkdir bəs? Hər hansı bir tam ədədin kvadratı şəklində göstərilə bilər. Məsələn, 64-dür 8-in kvadratı, daha sonra 81-dir 9-un kvadratı, daha sonra 100-dür 10-un kvadratı, 121-dir 11-in kvadratı. Ən sonuncu da budur. 12-nin kvadratı artıq 130-dan böyük edir. Bizdən bunların cəmini istəyir. Bunlar nə etməliyik? Toplamalıyıq. 64 üzərinə gəlinsin 81, üzərinə gəlinsin 100, üzərinə gəlinsin 121. Olur deməli 340 üzərinə gəlinsin təklikləri də toplasaq. Deməli 21 o da 1. 22, 26. 340-ın da üzərinə 26 gələndə 366. Doğru cavab 366 B variantı. Deməli düz topladıq. Bircə dəqiqə. Bəli, 366. Növbəti 8-ci çalışmaya baxaq. 8-ci çalışmada isə 2 ədəddən ən kiçiyi 85 olarsa, deməli 2 dənə ədəd var. Birinci və ikinci ədəd olaraq işarə edəcəm. Ən kiçiyi 85-dir. Bu ədədlərin cəminin 300-dən böyük olması üçün ikinci ədədi bilmirəm A. Və bu ədədlərin cəmi 300-dən böyük olmalıdır. Buradan deməli A böyük olmalıdır 300 çıxılsın 85-dən. Yəni 215-dən, düzdürmü? İkinci ədəd ən azı hansı ədədin kubu olmalıdır? 215-dən böyük hansı ədədi biz nəyinsə kubu kimi göstərə bilirik? Təbii ki, 216-nı. A deməli 216 olur və 216 6-nın kubudur uşaqlar. 6 üstü 3-dür. Yəni 6 vur 6 vur 6 216 edir. Doğru cavab D variantı olacaq. Növbəti 9-cu çalışmaya baxaq. 15 ardıcıl cüt natural ədədin ən böyüyü ilə ən kiçiyinin fərqi arasındakı fərqlə 4 ədədinin kubunun cəmini tapın. Deməli 15 dənə ardıcıl cüt ədədirsə, birincisi x olsa, 15-incisi, yəni ən böyüyü olacaq x üzərinə gəlinsin. Birincidən 15-ə fərq 14 olduğuna görə 14 vur 2, yəni 28, x plus 28. Deyir, bunların fərqi, yəni x plus 28 çıxılsın x, x-lər islah olunur 28. Deyir, bu 28 ilə 4-ün kubunun cəmini tapın. Yəni üzərinə 4 üstü 3-ü gələrəm. 28-in üzərinə 4 üstü 3 64 edir. 64-ü gələrik olur 92 B variantı 9-cu çalışmada. 10-cu çalışmaya baxaq. Ədədlər üçün uyğunluğu müəyyən edin. Birinci variantda A bərabərdir 5-in kubu. Yəni 125-dən 17 çıxanda 108 olur. B də ki, bərabər olur 8-in kvadratı. Yəni 64 üstəgəl 39 olur 103. Buradan görünür ki, A B-dən böyükdür, düzdürmü? Ona görə 1-ə uyğun olacaq B
və digər tərəfdən A ilə B-nin cəmi 211 olur, C də 1-ə uyğun olur. İkinci variantda A-mız bərabərdir 9-un kvadratı çox 11, yəni 81 çox 11, 70. B-miz də bərabərdir 6-nın kubu, 216 çıxılsın 125. Olur, deməli 91. Bu dəfə B A-dan böyükdür. Ona görə də doğru cavab Y olacaq, bura uyğun olan. Üçüncü variantda isə A-mız bərabərdir 7-nin kubu, yəni 343-dən 155-i çıxmalıyıq. B-miz də bərabər olur 12-nin kvadratı, yəni 144-ün üzərinə 44-ü gəlirik. Olur 188. 343-dən də 155 çıxanda 188 edir. Burada isə A, B-yə bərabərdir. A variantı da 3-ə uyğun olur. Belə uşaqlar, bu A variantında olan test tapşırıqlarını izah edin. İndi keçək B variantına. Yəni burada əvvəlcə qeyd eləyək B variantı. Birinci çalışması ilə başlayaq. Deyir 6 üstü 3 çıxılsın 8 üstü 2, yəni 8-in kvadratı ifadəsinin qiymətini tapın. 6 üstü 3 6-nın 3 dəfə öz-özünə hasilidir. 8 üstü 2 isə 8-in 2 dəfə öz-özünə hasilidir. 6-nın kubu, yəni 6 vur 6 vur 6, 216 olur. Çıxılsın 8-in kvadratı da 64. 216-dan da 64 çıxanda 152-yə bərabər olur. Birinci tapşırıqda doğru cavab olur A variantı. İkinci çalışmaya baxaq. 28-dən sonraki ilk 3 cüt natural ədədin cəmi. Deməli, onları qeyd edək. 28-dən sonra gələn 3 dənə ardıcıl cüt ədəd. 30, daha sonra olacaq 32, daha sonra olacaq 34. Deyir, bunların cəmi, yəni bunları toplayaram, olur 96. 8-in kvadratından neçə vahid böyükdür? Yəni 96-dan çıxmalıyam 8-in kvadratını, 802-ni. O da olur 96 çıxılsın 64. 96-dan da 64 çıxanda 32 olur. Doğru cavab D variantı ikinci çalışmada. Üçüncü çalışmaya baxaq. Hansı ədədə 213 əlavə etdikdə 8-in kubu alınır? Buna da tənlik qurub həll eləməliyik. Deməli, sual 3. Hansı ədəd olduğunu bilmədiyimizə görə A götürək. Üzərinə 213 gəldikdə bərabər olmalıdır 8-in kubuna, yəni 8 üstü 3-ə. Buradan yazırıq A plus 213 bərabərdir 8-in kubu, 8 vur 8 vur 8, 512. A-nı da tapmaq üçün 512-dən gələk biz 213-ü çıxaq. Olur 299. Doğru cavab C variantı. Növbəti 4-cü çalışmaya baxaq. Aşağıdakı müqayisələrdən hansı doğru deyildir? Doğru olmayan burada B variantıdır uşaqlar. 8-in kvadratı böyükdür 5 üstü 3-dən. Bu yanlışdır. 8-in kvadratı 64-dür. 5-in kubu 125. Bu yanlış olur. Ona görə də 4-cü çalışmada doğru cavabımız B variantı olacaq. 5-ci çalışmaya baxaq. 5-ci çalışma ilə davam eləyək. 8 üstü 3, yəni 8 vur 8 vur 8 çıxılsın 11-in kvadratı, yəni 11 vur 11 çıxılsın 10-un kvadratı, yəni 10 vur 10 ifadəsinin qiymətini tapın. 8-in 3 dəfə öz-özünə hasili 512 çıxaq 11-in kvadratı, yəni 120, bir də çıxaq 100-ü. Bu olacaq neçə? 291. 291 olur. Yəni biz 512-dən 221-i çıxırıq, 291 doğru cavab D variantı. 6-cı çalışmaya baxaq. Deyir 42 dənə ardıcıl cüt natural ədədin ən böyüyü 318-dir. Ən kiçiyi, bir də ən böyüyü yazaq. Ən böyüyü bizə verib 318-dir. 42 dənə ardıcıl cüt natural ədəd olduğuna görə, yəni birinci ilə 42-cidir də ən böyüyü, düzdürmü? İndi 42-ci əgər 318-dirsə, ən kiçini tapmaq üçün 318-dən çıxmalıyıq 41 dənə 2-ni. Çünki ardıcıl cüt ədədlər 2-2 artır. Buradan ən kiçiyi olur 318 çıxılsın 82. O da olur 236. Yəni deyir ki, bu ən kiçiyi 236 6-nın kubundan nə qədər böyükdür? 6-nın kubundan çıxmalıyam 236-nı. Daha doğrusu 236-dan çıxmalıyam 6-nın kubunu. 236 çıxılsın 216 ilə 236-dan da 216 çıxdıqda 20 olur cavabımız 6-da A variantı.
7-ci çalışmaya baxaq. 7-ci çalışmada deyir ki, 50 və 250 ədədləri arasında tam kubların cəmi tapın. Bayaqki A variantında tam kvadratları deyirdi, bu dəfə tam kublar. Hansıdır? 64-dür, 4-ün kubudur. Daha sonra 125-dir, 5-in kubudur. 216-dır, 6-nın kubudur. Düzdürmü? Bunlardır da. Bunların cəmini istəyir. Bunları toplasaq. Deməli olur neçə? 5, 0, 4. 405. Doğru cavab C variantı 7-də. 8-ci çalışmaya baxaq. 2 toplanandan ən böyüyü 355-dir. Cəmin 435-dən böyük olması üçün, yəni A plus 355 435-dən böyük olmalıdır. Yəni A buradan böyük olmalıdır 80-dən. İkinci toplanan ən az hansı ədədin kvadratı olmalıdır? A ən az 81 olur və 9-un kvadratı olur. B variantı. Növbəti 9-cu çalışmaya baxaq. 25 dənə ardıcıl cüt natural ədədin ən böyüyü ilə ən kiçiyi arasındakı fərq. Qalar 25 dənə ardıcıl cüt natural ədədin ən böyüyü ilə ən kiçiyi arasındakı fərq 48 olur. Yəni 24-ü vururam 2-yə. Deyir 48 ilə 7 ədədinin kubunun cəmini tapın. Yəni üzərinə gəlməliyəm 7-nin kubunu. Bu da 48 üzərinə gəlinsin 343 olur. Cavabımız olur 391 A variantı. Sonuncu 10-cu çalışmaya da baxaq. Birinci variantda A-mız 215 çıxılsın 5-in kubu, yəni 125-dir. Olur 90. B-mizdəki 35 üzərinə gəlinsin 9-un kvadratı, yəni 81-dir. Olur 116. B A-dan böyükdür. B A-dan böyükdür. Ona görə buna uyğun olacaq C variantı. Daha sonra ikinciyə baxsaq. A-mız 7-nin kvadratı, yəni 49 üzərinə gəlsin 8-in kvadratı 64-dür. Olur 113. B-mizdəki 5-in kubu, yəni 125 çıxılsın 6-nın kvadratı 36. Bu da olur neçə? 125-in 36 çıxanda 89. Bu dəfə A B-dən böyükdür. A ilə B-nin fərqi də 24 uşaqlar. 5 nə idi burada yazdım? B-dən böyükdür. Ona görə E variantı. Bir də A ilə B-nin fərqi 24-dür. A da uyğundur. 2-yə də A və Y. Üçüncüyə baxsaq. A-mız 4-ün kubu, yəni 164. Üzərinə gəlinsin onun kvadratı 100-dür. Olur 164. B-mizdəki 14-ün kvadratı, yəni 196 çıxılsın 32-dir. Bu da olur 164. Bu dəfə isə A B-yə bərabər olur. Ona görə də B variantı da 3-ə uyğun olur. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Sizdən istəyim videolarımı bəyənib kanala abunə olaraq dəstək olmağınızdır. Gələn dərslərə görüşənədək hələlik sağ olun.